Salam dostlar, bugün sizə 10 qəribə doğum hadisəsindən danışacağam. Hazırladıqca məni də təəccübləndirən həmin məlumatları sizə təqdim edirəm. 10. Nadia Deniz Daud Guti. Nadia Deniz 2009-cu ildə dünyaya gətirdiyi 8 uşağı ilə dünyanın 8 övlad doğan ilk anası tituluna sahib olub. 9. Hind qadını olan Rajo Lohan 2008-ci ildə 70 yaşında körpə dünyaya gətirərək dünyanın ən gec doğum edən anası kimi tibb qeydlərinə düşüb. 8. Dünyanın ən gənc anası olan Lina Medina 1939-cu ildə Peruda hələ 5 yaşında ikən qarın nahiyəsinin şişməsi səbəbindən xəstəxanaya çatdırılmış və əslində hamilə olduğu üzə çıxmışdı. 2,7 kiloqramlıq uşaq doğan balaca qızcığazın körpəsinə onun hamilə olduğunu müəyyən edən həkim Geraldo Lozadanın adı verilir. 7. Rusiyalı xanım Valentina Vasilyeva dünyanın ən çox doğum edən zərif cinslisidir. O, 1725-1765-ci illər ərzində 69 doğum edərək dünya tarixində təkrarlanması çətin olan bir qeydə imza atıb. Maraqlıdır ki, doğulan uşaqlardan 16-sı əkiz, 7-si 3-ə, 4-ü isə 4-əm olaraq dünyaya gəlib. Guinness kitabındakı qeydlərdə Valentina dünyanın ən doğumlu qadını ünvanını özündə saxlayır. 6. Omkari Panvar 70 yaşında əkiz körpə doğaraq dünyanın ən gec əkiz uşaq doğan anası titulunu qazanıb. 5. 42 yaşlı vəkil Karole Horlok 13 il ərzində 12 övlad dünyaya gətirərək dünyanın ən çox ard-arda uşaq doğan qadını kimi tarixə düşüb. Horlok həmçinin dalbadal doğumlarına görə uşaq başına 25-30 min dollar pul alıbmış. 4. Dünyanın ən qısa boylu anası olan 71 santimetrlik Stajey Herald 3 övlad doğaraq bu işin yalnız uzun boylulara aid olmadığını ortaya qoyub. Boyca doğduğu körpədən o qədər də fərqlənməyən Herald görənləri təəccübləndirməyə bacarıb. 3. Macabeyn Şeyx adlı ana 2004-cü ildə dünyanın ən kiçik körpəsini, hətta körpələr körpəsini doğaraq görənləri təəccübləndirməyə bacarmışdı. 25 sm uzunluğu və 243 qram ağırlığı olan uşağa Rumaisa Rahman adı verilir. 2. Elizabeth Ann Battle. O, dünyaya gətirdiyi uşaqlar arasında ən çox yaş fərqi olan anadır. Təəccüblənməyin, o, ilk dünyaya gətirdiyi uşaqdan 41 il sonra yenidən ana olmaq arzusuna düşüb. Belə ki, o, ilk körpəsini 1956-cı, ikinci körpəsini isə 1997-ci ildə dünyaya gətirib. 1. Siyahımızın ən təəccüblü şəxsi Thomas Bittir. O, dünyanın ilk doğum edən kişisidir. Qadın doğulsa da keçirdiyi əməliyyatla kişi olan Thomas, bədəninə genetik kişi hormonlarının yeridilməsindən sonra kişiyə çevrilib. Həyatını bir kişi olaraq yaşayan Bit, həmçinin döş orqanlarını da götürdərək kişiyə çevrilib. Normal kişilər kimi üzünü qırxan və kişiləşən Thomas, tibbi əməliyyat zamanı qadın yumurtalıqlarını götürtmədiyi üçün ana ola bilib. Lakin onun hamilə qala bilməsi donor spermasının bədəninə yeridilməsindən sonra mümkün olmuşdu. Thomas öz doğumunu 36 yaşında Amerikanın Oregon ştatının Bend şəhərində təbii üsulla reallaşdırıb. Doğum zamanı körpəsi sağlam dünyaya gəlib. İngilis kişi Thomas qatıldığı televiziya proqramında onu tənqid edənlərə "Hər kəsin doğmaq haqqı var" deyərək öz etirazını bildirmişdi. Hamiləliyini çəkdirdiyi çılpaq şəkilləri ilə nümayiş etdirən Thomas həyat yoldaşı Nancy ilə seksual həyatına da normal davam edir. Doğumu ilə Thomas dünya tibb tarixi qeydlərinə dünyanın ilk uşaq doğan kişisi kimi keçib.